Salam dəyərli izləyicilər, pensiya kapitalından istifadə ilə bağlı çox vacib bir məlumatı diqqətinizə çatdırıram və videonu paylaşa bilərsiniz. Azərbaycanda pensiya kapitalından istifadə imkanları son dövrlər ən çox müzakirə olunan mövzulardandır və bununla bağlı fərqli dövlətlərdə müxtəlif modellər tətbiq olunur. Deputat Vüqar Bayramov bildirib ki, hazırda mövcud qanunvericiliyə əsasən vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var və belə ki, vəfat etmiş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatana qədər əlilliyi müəyyən olmuş, 18 yaşından yuxarı əlilliyi olan şəxs və ya təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatana qədər övladları bu hüquqdan yararlana bilirlər. Eyni zamanda ata, ana, ər, arvad pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80% və ya 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs isə yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri, yaxud nənə, baba, bacı, qardaş vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə də bu hüquq şamil olunur. Əmək pensiyaları haqqında qanuna əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə pensiyaçı olmuşsa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği, yəni 320 manat məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır.